Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqları verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur. İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq, 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. Bugünkü videoda biz həndəsənin ilkin anlayışlarını öyrənəcəyik. İlkin anlayışlar deyəndə nə nəzərdə tutulur? Müstəvi nədir? Düz xətt nədir? Şua nədir? Parça nədir? Şuaların sayının tapılması, parçaların sayının tapılması, bucaqlar, bucaqların növləri, sonra düz xəttlərin kəsişməsi, paralellik, perpendikulyarlıq, qonşu bucaqlar, qarşılıqlı bucaqlar və salam. Bax, bunları öyrənəcəyik, çox rahat şəkildə öyrənəcəksiniz. Çox asan bir mövzudur. Rahat şəkildə qulaq asın, asan mövzudur. Bu asan mövzunu biz mükəmməl öyrənəcəyik. Ondan sonra gələn mövzular da bunun kimi asan gələcək bizə. Yəni təməli mükəmməl atsaq, ondan sonra gələnlər də bunun kimi sadə məlumatlar üst-üstə yığılır, axırda olur ki, mürəkkəb. Yəni mürəkkəb anlayışı nədir? Sadələr bir yerə yığılır, mürəkkəb olur da. O Azərbaycan dilində belədir də. Sadə sözlər birləşir, olur mürəkkəb sözlər, düzdür. Burada da. Yəni riyaziyyat mürəkkəblik nədir? Sadə birlərimizi normal öyrənsəksə, o sadə birlər bir-birinə birləşəndə uzaqdan baxanda mürəkkəb bir şey görsən, amma biz onu addım-addım öyrəndik, mürəkkəb bir şey olmur. Ona görə də tam diqqətlə qulaq asın, çox asan olacaq. Başlayaq birinci ələ müstəvidən. Müstəvi nədir? Biz bugün müstəvi fiqurlarını öyrənirik. Lən fəza fiqurlarını gələcəkdə bir neçə dərsdən sonra öyrənəcəyik. Onu ələm qoyun bir kənara, vaxtı yanında onunla danışacağam. Müstəvi nədir ümumiyyətlə? Müstəvi fiqurları desən, Rasim, müstəvi nədir? Müstəvi, baxın, bax, mən bu lövhədə şəkil çəkəcəyəm, yazı yazacağım, fərqi yoxdur. Bax, bu lövhə bizim üçün müstəvidir. Ancaq nə olsan, lövhə müstəvi sayılır. Hə. Amma nəzərə alın ki, müstəvi sonsuzdur. Necə yəni? Bax, bu lövhə müstəvidir, amma bu lövhənin sağ tərəfə gedəndə sonsuza qədər uzanır əslində. O cür təsəvvür edin. Yəni sonsuza qədər uzanır. Yuxarısı sonsuza qədər uzanır. Əgər bu lövhə sonsuza qədər gedir
Göyün ev neçənci qatına kimi sonsuza qədər. Aşağı da sonsuza qədər gedir, sola da sonsuza qədər gedir. Bax, müstəvi sonsuzdur və bu lövhəni siz müstəvi kimi təsəvvür edə bilərsiniz. Başqa hər şeyi yaza biləcəyiniz, işləyə biləcəyiniz hər şey. Məsəl üçün qabağınızda dəftər var, dəftər yazırsınız, o müstəvidir. Belki bu müstəvi beləsinə müstəvidir. Sizin yazdığınız dəftər üzü aşağıda belə gedir də, o da müstəvidir. Amma təsəvvür edin ki, o dəftər sonsuza qədər, siz onu ucu təsəvvür edin. Yəni bir var müstəvi belə gedir, bir var müstəvi belə gedir. Müstəvi hər formada ola bilər. Əsl odur ki, sən onun üzərində yazırsan və müstəvi sonsuz olduğunu bilgilən. Və salam. İndi biz müstəvini lövhəmiz təsəvvür edək və müstəvi fiqurlarından başlayaq danışmağa. Müstəvi fiqurlarını öyrənməyə başlayanda birinci biz bilməliyik ki, düz xətt nədir, şua nədir, parça nədir. Çoxumuz bunu bilirsiniz, amma mən yenə də məlumatları verəcəm qısa-qısa. Düz xətt, düz xətti daha bilməyən yoxdur da, düz xətt. Belə baxırsan bu boyda görsənir, düzdür. Necə ki, müstəviyə sən baxanda deməz ki, müstəvi əslində sonsuzdur. Yuxarı, aşağı, sol, sağ fərqi yoxdur, sonsuza qədər uzanır hər tərəfi. Düz xəttdə, əgər mən buna düz xətt desəm, təbii ki, belə baxanda bilmirsən. Amma şərtdə və ya dillə mən desəm ki, bu düz xətti çəkdim. Sən bunu bu boyda görsən belə bilməlisən ki, bu düz xətt sonsuza qədər davam edir. Sağ tərəfə də, sol tərəfə də. İndi logika deyirəm də. Deməli, düz xəttin nə başlanğıcı var, nə sonu var. Yəni mən düz xətti bu boyda çəkməyimə baxmayaraq, bu düz xətt əslində belə uzanır, gedir, lövhədən də vurur, çıxır bayra, gedir sonsuza kimi. Sol tərəfə də uzanır və çıxır lövhədən, sol tərəfə sonsuza kimi gedir əslində. Yaxşı, düz xəttin nə başlanğıcı var, nə sonu var. Düz xətt necə adlandırılır? Hər hansı bir düz xətti, bəzən başqa düz xətti çəkim. Bax, bir dənə belə düz xətt çəkdim, biraz əyri oldu. Ya, bax belə əyri çəkim də. Belə. Düz xətt. Təsəvvür edin ki, bu da sonsuza qədər uzanır, sola və sağa. Və ya belə bir düz xətt çəkdim. Fərqi yoxdur. Düz xətti necə adlandıra bilərsiniz? İstəyirsinizsə bir hərflə adlandıra bilərsiniz. Amma bir hərflə adlandıranda balaca hərflə adlandırırlar. Məsəl üçün, mən buna deyirəm A düz xətti, balaca hərflə. A düz xətti. Böyüklə yox, bir hərflə deyəndə balaca. Məsəl üçün, buna deyirəm M düz xətti. Buna deyirəm C düz xətti. Bir hərflə adlandırmaq istəyəndə balaca hərflə adlandırırıq. Bəs başqa cürdə adlandırmaq olur, bəli. Ya bir hərflə adlandırırsan, balaca hərflə bayaq göstərdik, ya iki hərflə adlandırırsan. Amma böyük hərflərlə. Məsəl üçün, bu düz xətt üzərində hər hansı iki nöqtəni götürürəm. Məsəl üçün, bir dənə buradan, bir dənə buradan. Deyirəm, AB düz xətti. Gələcəkdə parça keçirsiniz, onu qarşıdırmayın. AB düz xətti, o demək görə A-da başladı, B-də bitdi. O, elə desəydim parça deyərdim, onu öyrənəcəyik. AB düz xətt deməkdir ki, yəni A və B-dən keçən bir düz xəttdir bu. Sonsuza qədər sağa və sola, yenə də sağa və sola sonsuza qədər davam edir. Nə barədə çəkib deməlisiniz ki, A-da başlayır, B-də bitirir bu düz xətt. Yox. Sadəcə A-dan B-dən keçən bir düz xəttdir. Yəni A ilə B nöqtəsini birləşdirən bir düz xəttdir. Amma B-dən də sağa vurub keçir, A-dan da sola vurub keçir. Yaxşı. Məsəl üçün bunu adlandırıram. C, D düz xəttdir. Fikir verin. Balaca hərflə adlandıranda bir hərflə istifadə edin. Böyük hərflə adlandıranda iki hərflə istifadə edirəm. Məsəl üçün M, N düz xəttdir. Fərqi yoxdur. Bu düz xətt üzərində olan hər hansı iki nöqtəni götürürəm, o nöqtələrə ad verirəm və ona uyğun bu düz xəttlə adlandırıram. Deməli, nə öyrəndik? Düz xəttin nə əvvəli var, nə sonu var. Düz xətti bir hərflə adlandıra bilərsən, o zaman balaca hərflə istifadə edirsən. İki hərflə adlandırsan, ikisini də böyük hərflə istifadə edirsən. Düz xəttin nə olduğunu bilirdiniz, biraz da daha mükəmməl öyrəndiniz. Keçdik şuaya. Şua nədir? Şuanın başlanğıcı var, düz xətt kimi görsənir o da, amma sonu yoxdur. Yəni, bax, bu nöqtədən başlayır, buradan başlayır. Amma sonu yoxdur. Bu, əslində belə çəkmişəm, sonsuza qədər davam edir. Bunu lövhəni keçir o yüzden. Bu tərəfsə necə var, qalır. Bax, bu olur şua. Şuanı da həmçinin o cür adlandıra bilərsən bir hərflə. Məsəl üçün, A şuası. Məsəl üçün, bir dənə belə şua çəkdim. B şuası. Bir hərflə adlandıramsa, balaca hərfdən istifadə edirəm. Məsəl üçün, iki hərflə adlandıram o dəfə. A, bir dənə nöqtə götürəm burada, B şuası. Yəni, bu A-da başlayıb B-də bitmir. O düz xətt kimi. Üzərində hər hansı iki nöqtəni götürdüm. Başlanğıcı A-dır, sonu B-dir. Sonu sonsuza qədər. Əgər mən buna AB şuası deyirəmsə və şərtdə yazıramsa və dilimlə mən bunu AB şuası deyirəmsə, şua sözü işlədirəmsə, sən başlayırsan ki, A-da başlayır, B-də bitmir. Sadəcə adı AB-dir. B-dən sonra vurub keçir. Şua deyirəm axı, AB parçası demirəm axı, birazdan parçanı keçdik. Yəni, şuanın da adlandırılması düz xətt kimi. Bir hərflə adlandırsan balaca hərf, iki hərflə adlandırsan böyük hərfdən istifadə edirəm. Şuaya bəzən yarım düz xətt də deyirlər. Yəni, yarım düz xətt sözü görsünüz, çaşmır ki, bu nədir belə? Yarım düz xətt, necə ki, düz xətt necə idi? Sağı və solu sonsuza qədər davam eləyir.
Elə bil ki, bunu buradan yarıya bölürlər. Bu tərəf lazım deyil də. Bu tərəfə gedir. Elə bil ki, yarıya böldü. Ona görə yarım düz xətt də deyirlər şuraya bəzən bax. Yarıya böldüm, nə oldu? Buradan başlayır, sağa sonsuza qədər gedir. Və yarıya böldüm bu tərəfdə. Buradan başlayır, sola sonsuza qədər gedir. Yəni şua əmələ gəlir. Yəni şuaya yarım düz xətt desələr çaşmıyor. Bununla da işimiz bitdi. Keçdik parçaya. Parça da bunların tayıdır. Amma parçanın bunlardan fərqi odur ki, parçanın başlanğıcı da var, sonu da var. Yəni A-da başlayır, B-də bitir. Parçanın həmçinin görürsünüz, iki hərfini adlandıranda böyük hərflərini adlandıran, bir hərfini adlandırsam, tutaq ki, hansı bir parçadır da, bu başlanğıcı və sonu var. Balaca hərfini adlandıram, tutaq ki, C parçası. Və salam. Adlandırılmalar hasanddır, məntiqləri hasanddır. Biz bu üç dənə öyrəndiyimiz şeydə xüsusi fərq nə gördük? Parça ilə onlar arasında fərq. Düz xətti və şuanı heç vaxt hesablaya bilməzsiniz uzunluğunu. Düz xətti mən necə hesabım? Bəzən düz xətt sağa və sola sonsuza kimi gedir. Hara gedim? Harda gedim yanım mən? Mən bu uzunluğunu bilmirəm axı. Sonsuza qədər gedir. Şua da həmçinin başlanğıcı olsa belə başlanğıcdan başlayıram saymağa, sonu yoxdur axı bu. Amma parçanın başlanğıcı və sonu olduğu üçün parçanın ölçüsünü ölçmək mümkündür. Və salam. Düz xətt, şua və parçanı öyrəndik. Çoxluğunuz onu sizə bilir. Düz kənarı var ki burada. İndi biz keçirik sayılarının tapılması. Bu tip suallar çıxacaq qabağımıza. Tutaq ki, bir dənə düz xətt çəkəcək. Nöqtələr yerləşdirəcək üzərində. Böyle sual tipləri görəcəksiniz. İndi 4 dənə qoyun məsələn. A nöqtəsi, B nöqtəsi, adına onsuz heç bir əhəmiyyət yoxdur. C nöqtəsi, D nöqtəsi. Və bizə deyir ki, bir düz xətt üzərində 4 nöqtə təyin olunub və o 4 nöqtədən çıxan şuaların sayını tapın. Birinci məntiqlə tapaq, sonra düstur çıxarış edəcəyik burada. Çox asan olacaq. Bax, A nöqtəsindən neçə dənə şua çıxır? Deyirsən ki, A nöqtəsindən başlayıb, bax, sol tərəfə, bu tərəfə yəni, gedən bir şua var. Görürsən? Çünki bu düz xətt daxil bütövlükdə. Demişik ya, düz xətt üzərində olan nöqtə. Düz xətt üzərində olmayan nöqtə olsa, orada şua yaranmır. Yəni, parçanın üzərində başlanğıcı və sonu olan nöqtələr qoysaq, burada parça yaranmır. Çünki başlanğıcı və sonu da var. Bu şuada sonsuza getməlidir bir tərəfə. Ona görə düz xətt üzərində verməlidir sənə və ya şua üzərində. Ona da gəlib çıxacaq. Yine düz xətt üzərində verir mənə sualı. Deyir ki, A, B, C, D fərqi yoxdur, ad verməsə də olar. 4 nöqtə deyil qeyd olunub və bu 4 nöqtədən çıxan şuaların sayını tapın. A nöqtəsindən sola gedən bir dənə şua var və A nöqtəsindən sağa gedən bir dənə şua var. Bu B, C, D-yə fikir vermədən bu hələ bax A-dan o üzə bir dənə şua var. Yəni bir nöqtədən 2 şua çıxır. B nöqtəsindən də həmçinin sola gedən sonsuzluq da axı, sağ da sonsuzluq. Çünki bu bütövlükdə düz xəttdə axı bütöv çəkdiyim düz xətt olduğu üçün solu da sağı da sonsuzluqdur. Ona görə sola və B-dən sağa gedən 2 dənə şua çıxır. C-dən də həmçinin eyni məntiqlə C-dən sola gedən bir şua var. C-dən başlayıb sağa gedən bir şua var, 2 dənə. D-dən də həmçinin məntiqlə sağa gedən sonsuzluğa bir şua var. D-də başlayıb sola sonsuzluğa gedən bir şua var. 2 şua yaranır. Və buradan görürsən ki, 1, 2, 3, 4 nöqtə var idi. Hərəsindən 2 şua çıxırsa, deməli, neçə dənə şua var burada? 4-ü vuram 2-yə, 8 şua var. Və bunu artıq düstur kimi özümüz üçün çıxarış edirik ki, deməli, bir düz xətt üzərində, düz xətt, görürsə bu düz xətt deyil, üzərində müəyyən nöqtələr versə və ondan çıxan şuaların sayını tap desələr, mən burada 4 nöqtə idi, bax 4-ü 2-yə vurdum, çünki hərəsindən 2-2 çıxır da. Onda neçə olsa, n-dən olsa n-i vuracağım 2-yə. Daha sadə 2n, belə yazın. Yəni ki, gələcəkdə 3 saat oturub bu üzərləşməyəcək. Sual düşsə bizə ki, bir düz xətt üzərində 7 nöqtə var. Həmin nöqtələrdən çıxan şuaların sayını tapın. 2 vur n. Yəni 2 vur n-imin yerində bu 7-dir də 7. 14 dənə şua çıxır. 25 dənə nöqtə var. Bir düz xətt üzərində, düz xətt daha, şua üzərində demir, düz xətt üzərində, amma şuaların sayını soruşur. Deyir 25 dənə nöqtə var. Neçə şua çıxar? 25 vur 2 50. Yaxşı. Yaxşı, bayaqdan azı yapışım, sən deyirsən düz xətt olmayan da nə olur? Sənə çünki belə də verə bilər sual, şua üzərində. Bu məntiqləri də deyirəm ki, əzbər kimi yadda saxlamayın, məntiqi də verirsiniz. Hər hansı bir şua var, bu şua üzərində tutaq ki də A, B, C, D nöqtələri var və bu nöqtələrdən çıxan şuaların sayını tap. Bayaqlar, məsələn, biz A-dan çıxan düz xətt olanda, düz xətt üzərində olanda, sağa da, sola da şua yaranırdı. Çünki sağı da sonsuzluq idi, solu da. Amma burada bir tərəf ancaq sonsuzluq, yəni A nöqtəsindən bir dənə şua çıxır. Sola gedən yoxdur. Yoxdur axı, sol tərəfi bunun sonsuzluq deyil. B-dən də həmçinin sağa gedən bir dənə şua çıxır. Sola gəlməz, sola getsə A-da bitir, sonsuzluq deyil. C-dən də bir dənə şua çıxır, D-dən də bir dənə şua çıxır. Hə. Deməli, onda 4 nöqtədən neçə şua çıxır? 4 şua. Yəni, düstur kimi n nöqtədən çıxan şuaların sayını tapıcı deyəcək ki, n dənə şua var. Yəni, neçə dənə deyibsə o qədər. Çünki hərəsindən bir dənə çıxır. İndi gəlin bir dənə fərqi yadda saxlayaq.
2 n düsturu var idi. Şuaların sayı üçün bir də n düsturu var idi. Məntiqini də başa saldım. Düz xətt üzərində olanda məntiqini başa düşmüsünüz, olsa problem deyil, amma əzbərləmək istəyənlər üçün deyirəm. Düz xətt üzərində nöqtələrin sayını verib şuaların sayını soruşursa, düz xətt. Onda 2 vurun. Yox, şua üzərində nöqtələr verib və yenə şuaların sayını soruşursa, bax indiki kimi. Hələ neçə dənədirsə o qədər. Neçə dənə nöqtə varsa, 20 dənə nöqtə varsa 20 dənə şua var. 40 dənə nöqtə varsa 40 dənə də şua var. Amma düz xətt üzərində desəydi, 40 dənə nöqtə varsa 2-ni 40-a vuracaqdım, deyəcəkdim 80 dənə şua var. Məntiqini də bilir, çünki düz xətt üzərində hər nöqtədə 2 dənə şua çıxır. Sola da sağa da, sola da sağa da, burada isə bir dənə çıxır. Deməli, şuaların sayının tapılmasını da bildik, lap əla. İndi gəlirik parçaların sayının tapılması. Hər hansı bir burada fərqi yoxdur onsuz da. Tutaq ki, düz xətt verir. Deyir ki, üstündə 1, 2, 3, 4 dənə nöqtə var. Lap adlandırılmış üçün. A, B, C, D. Bu nöqtələrin birləşməsindən yaranan parçaların sayını tapın. Birinci uzun yol göstərəcəm, sonra məntiqini üstə başa salacağım. Uzun yolda öyrətsin də, sadəcə məntiqini tutasınız deyə göstərəm də, boş-boşuna əzbərləməyəsiniz. Parçaların sayını deyirsə bizə, deyirəm birincisi bax, A-dan çıxıb B-yə birləşdirsən, bir dənə AB parçası yaranır mı burada? Yaranır. Sonra yenə də A-dan başlayıb C-yə gedəm, yəni AC parçası varmı? Var. 2 dənə parça tapdım. Hələ ki, bir-bir axtarım, sonra düstur deyəcəm sizə. A-dan D-yə, bax, A, D parçası. Deyirəm, əla. A ilə başlayan 3 dənə parça yazdım. Sonra B ilə başlayan. B ilə başlayınca sağa baxacağım. Çünki B-dən daha qaçsam BA desəm, AB, BA. Eyni şey deyir, AB və ya BA. Eyni şeydir də, yəni bunu deməyə ehtiyac yoxdur. Çünki AB demişəm artıq. Ona görə B-dən sağa geçəcəm. B-dən C-yə geçəcəm, BC parçası var. Sonra B-dən D-yə geçəcəm, yəni BD-ni birləşdirəcəm, olacaq BD parçası, B-də başlayıb D-də bitən. Bitdi. Sonra C-dən də başında da CB, CA-ya baxmayacağım. Çünki BC var da, CB hələ BC-nin tayıdır. CA hələ AC yazmışam, onun tayıdır. Ancaq sağa baxacağım. C-dən D-yə birləşdirsəm, bir dənə də CD parçası burada yaranır. Neçə dənə parça yarandı? 6 dənə. Sualımın cavabı hazır. Yəni burada 4 dənə nöqtə var idi və mən tapdım ki, orada 4 dənə nöqtə varsa, parçaların sayını tapdıysansə 6 parça yaranır. İndi birdən gələcəkdə mənə 20 dənə nöqtə dedilər. Oturun, ay Rasim, bu cür sayın kimi bir sayın birdən gözümdən yayınır. O təbii ki, bu cür saymayacaqsınız. İndi məntiqini göstərdim. Bir dənə də sizə məntiqlə düsturu çıxarış edəcəm. O düsturu ömürlük yadınızda saxlayacaqsınız. Həm məntiqini biləcəksiniz, həm düsturun hardan çıxarıldığını biləcəksiniz, həm də ömürlük yadınızda qalacaq. Fikir verin. 4 nöqtə varsa, 4 nöqtə ehtimalda öyrənmişik də, bunlar əvvəl ehtimal öyrənmişik. 4 nöqtə varsa, bu 4 nöqtədən hər hansı ikisini birləşdirsən, məsəl üçün A ilə B və ya A ilə C, B ilə D, hər hansı ikisini birləşdirəndə parça yaranmır. Deyirsən, hər Rasim parça yaranır. Deyirəm, və salam da. Deməli, 4 dərdən ikisini mən neçə cür seçə bilərəmsə, çünki bu 4 dərdən ikisini, məsələn, AB seçə bilərəm, AC seçə bilərəm, AD, müxtəlif cür seçə bilərəm də, 4 nöqtədən hər hansı ikisini mən neçə cür seçə bilərəmsə, seçimlərimin sayını, mümkün Allahın sayını tapsam, və parçalarımın sayını tapıram. Çünki hər 2 dənə bir dənə parça mənə gətirir. Deyirsən, 4-lərdən ikisi deyəndə sən mənə demişdin ki, ya kombinzondur, ya permutasiyadır. Burada kombinzondur. Niyə? Çünki AB ilə BA eyni şeydir. Yəni, biz demişdik axı, yerlərini dəyişəndə bir məna dəyişmirsə, kombinzondur. Məna dəyişirsə, yerlərini dəyişir, permutasiyadır. Deyirik, onda burada AB, BA eyni şeydir. Yəni, yerlərini dəyişəndə məna dəyişmir, onda kombinzondan istifadə edəcək. Yazıcı kombinzon 4-dən 2. Bunu tapsam, parçaların sayını tapıram. Kombinzon 4-dən 2 nəyə bərabərdir? 4 faktorial yazıram 2 dənə sadəcə. Dayanıram 4 vur 3. 2 də axı. Aşağıda bunun bütün faktorial 2 vur 1. Bu nə alınır? Cavab 6. Eyni şey gəlib çıxdımı çıxdım. Şimdi yenə də ehtimal tətbiq edəcək bura. Yox. Düsturun ehtimalla alındığını göstərmək istədim sizə. Burada fikir verin 2 vur 1 12 yerdə. Burada görün 4 nöqtə vardı. Biz nə dedik? 4 vur 3 bölü 2 düsturunu aldıq buradan. 4 vur 3 bölü 2. Düzdür? Bax 4 nöqtə var idi. 4-ü özünə bir dənə aza vurub 2-yə böldük. Deməli nöqtələrin sayını bizə neçə versələr? N dənə nöqtədir. N-i vuracağam özündən bir dənə aza, böləcəm 2-yə. Vəssalam. Bu da bizim düsturumuzun çıxarışı. Demək, parçaların sayını tapmaq üçün bu düsturdan istifadə edəcəyik. Gələcəkdə bizə 20 dənə nöqtə var. Neçə dənə parça olar? 20 vur 19 böl 2. 50 dənə nöqtə var. 50-ni özündən bir dənə bazaya vuram 49-u böləcəm 2. Birazdan suallar çıxanda həll edəcəyik. Vəssalam, bunu da başa düşdünüz də. Parçaların sayını da öyrəndik. Düz xətt, şua parça. Mən yadıma salam ki, hər xırda məqamı deyim, onsuz birazdan suallara keçəcəyik. Parçaların sayını deyik. Vəssalam, bəsdir. Keçək indi bucaqları öyrənməyə. Biz şuanı öyrənmişdik də. Hər hansı bir nöqtədən çıxan 2 şua var. Nöqtə idi də bu. 2 dənə şua çıxır da. Görürsən, bax, başlanğıcı var, sonu yoxdur. Başlanğıcı var, sonu yoxdur. Bu 2 şuanın arasında qalan hissə, bax bura, bucaq adlanır.
Bucaq. Vəssalam. Yəni belə də göstərim, bax. 2 dənə şua döyür. Bax, aralarındakı qalan hissə var, ha, bax bura. Bura adlanır bucaq. Deməli, məntiqlə özünüz də başa düşün də, bu ara bucaqdırsa, bax bu ara bucaqdırsa, bura baxın. Mən bunu nə qədər artırsam, məsafə uzaqlaşma bir-birinə uzaqlaşırlar. Axı bu ara məsəl bayaqlar belə idi. Bir də bu bir barmağım qədər ara var idi. İndi buna bax, 2 barmağım qədər ara var. Yəni bunlar nə qədər uzaqlaşırlar bir-birindən, bucaq o qədər böyüyür. Çünki aralarında məsafə böyüyür axı. Deməli bucağın nə olduğunu bildim. Bucağın adlandırılmasından danışaq. Baxın, bizdə bir nöqtədən çıxan 2 şua. Həmin o nöqtə ki, yoxdur, ondan 2 dənə şua çıxır, o təpə nöqtəsi adlanır. Orada nə istəyirsən verir, hərflər nə istəyirsən verir. Məsələn, bura dedim A, bura dedim O, bura dedim B. Məsələn, və bucağı oxuyanda belə oxuyursunuz. Bu təpə nöqtəsi həmişə ortada olmalıdır. Belə oxuya bilməsən O, A, B. Təpə nöqtəsində qoymuşsa orta olmalıdır, ortada olmalıdır. A, O, B və ya B, O, A deyə bilərsən. Başqa bir dənə bucaq çəkin. M, N, K. Bax, bunu belə oxuyursun. M, N, K. Yəni təpə nöqtəsi nə idi? Hansı nöqtədən 2 dənə şua çıxıb, o təpə nöqtəsidir. O ortada deyilməlidir. M, N, K deyə bilərsən və ya K, N, M deyə bilərsən. N, M, K deyə bilməzsən. Çünki bu ortada olmalıdır. Deməli, şua da həmçinin bir hərflə adlandıra bilərsiniz. Məsələn, mən bunu boş A şuası deyə bilərəm. Böyük hərflərdən istifadə eləmədən. Adlandırılmasını da bildiniz, bucağın mənasını da bildiniz. İndi bucağın növlərindən danışacağıq. Bunun haqqında məlumatınız var. Mən də biraz məlumat verim. Hər detallı deyib, birdən bilməyənlər olar. 1. İti bucaq. İti, hamısını göstərəcəm. 2. Düz bucaq. 3. Nə qaldı? Kör bucaq. 4. Açıq bucaq. Tam bucaq da var, hələ onu demirəm. Vaxtı gəldi, çevrəcək keçini deyərəm sizə. Deyim tam bucaqda. Yox, deyim tam bucaqda. 5. Tam bucaq. Sönməyib. Hə. Başlayacağım bunlar arasında düz bucaqdan. Çünki adı üstə düz bucaq. Mən bayaq bucağı belə göstərdim də, üstə düzdür. Baxın, əgər bu 2 dənə şua bir-birinə belə düppədüzdür, bu sağa düzdür, bu üfüqi istiqaməti düzdür, bu da şarqı istiqaməti düzdür. Yəni, bax düppədüz, bax belə deyir, belə deyir. Nə düppədüz, lordi də baş salmışsa. Belə bir şey görürsünüzsə, bunun adı düz bucaqdır. Və düz bucağın, bir dənə şəklini çəkim elə belə, düz bucaq çəkdim bir dənə. Bax, düz bucaq. Düz bucağın, məsələn, buna alfa desək, düz bucaq həmişə 90 dərəcəyə bərabər olmalıdır. 90-dan balacasə düzdür, 90-dan böyükdürsə düzdür. Onun adını deyəcək, iti və kör olacaq. Deməli, düz bucaq 90 dərəcəli bucaqdır, görüntüsü bu formada olur. Bu formada olur deyəndə belə də ola bilər, ha, bax, düz bucaq, görürsünüz? Belə, düz. Nə bilim, başqa nə cür ola bilər? Hər cür ola bilər də. Tutaq, lap belə mail də gedə bilər. Bax, belə, mən yaxşı çəkmədim. Amma alanda əsasında ki, 90 dərəcəli bucaq yaransın. Və digər bucaqlarda bucağı bu cür göstərirlər. Məsələn, kör çəkimdə bucağı bu formada göstərir. Belə əyri bir düz xətt çəkirəm də, fikir verirsiniz, əyri bir düz. Amma düz bucaqlarda bunun düz bucaq olduğunu göstərməsi şəkildə bax belə 2 dənə düz xətt şəkildə. Bax, şu yerim var, 2 dənə düz xətt. Bax, bunu mən bayaqda çəkmişəm. Belə bir işarə görürsünüz. Burada bu bucağın 90 dərəcəli və ya düz bucaq olduğunu dillə, sözlə, şərtlə deməsə belə, sən bilməlisən ki, bu varsa deməli 90 dərəcədir. Bu onu göstərir bizə. Yaxşı, mən bunları silim. Düz bucağın nə olduğunu bildik. Dərəcəsi 100% 90 dərəcədir. Bunu sildim həmən. Tamam, qoyacağım bu tezdən. Düz bucaq alfa bərabərdir 90-dır. Yəni düz bucaq 90 dərəcə olur. Ondan aşağı və yuxarı ola bilməz. Görüntüsünü də gördünüz, işarəsini də gördünüz ki, sözlə deməsə belə, o dediyim bax belə çəkim qoydu tezdən. Belə bir işarə varsa bilməlisən ki, düz bucaqdır. Düz bucağı öyrəndin. Ondan sonra keçək iti bucağa. İti bucaq. İti bucaq alfa yazıram. Biləksiniz ki, bu iti bucaqdırsa 100% 90 dərəcədən kiçik olmalıdır. Yəni 90 dərəcə belə deyildi, belə. Düzdürmü? Təxmini belə. Biz bayaq deyək, bucaq nə idi? Bunların arasındakı idi. Bax, bura deyəm. Tuta bilirəm ki, göstərim. Deyəm. Hə, bax bu, bunların arası. Düzdür? İndi 90 dərəcədən kiçikdirsə iti bucaq, deməli bu nə olmalı? Bunların arasındakı məsafə azalmalıdır. Bax, belə eləsən. Get-gedə bunların arasındakı məsafə azalır. Görürsən ki, barmağım girmir. Fikir verirsən. Bax, get-gedə azalır. Və azaldıqca da fikir verin, belə deyildi. Tezdən göstərin. Bax, bu azaldıqca da iti bir şey yaranır. Bax, biz kimi bir şey yaranır. Mən bayaqlar belə olanda kiməsə vursam çox təsir eləməzdi, amma bunu belə
bir-birinə sıxdıqca, indi məndə yaxşı qalmır da, bax göz sıxdıqca bunların ucu bizləşir, yəni iti bir şey yaranır. Ona uyğun iti bucaq olduğunu yadda saxlaya bilərsiniz. Hə, iti bucaq da, bir dənə şəklin çəkimdə düz bucaq normaldır, bu isə iti bucaq da bir-birinə yaxın olurlar. Bax belə bir şey məsəl üçün. Və ya lap yaxın, belə bir şey, fərqi yoxdur. İti bucağı da belə işarə edirik. İti bucaq nə olur? 90 dərəcədən kiçik olur. Şəklini təxmini bildik. Bucağı da 90-dan kiçik. Məsələn 89 dərəcəli bucaq desələr, biləcəksən ki, iti bucaqdır. 2 dərəcəli bucaq desələr, bu dərəcə işarəsidir. Bilməlisən ki, iti bucaqdır. Nə bilim, 73 dərəcə desələr, yəni 90-dan kiçiyində görürsənsə, deməli bu bucaq iti bucaqdır. İti bucağı da bildik. Keçək kör bucağa. Kör bucaqda 90 dərəcədən böyük olanda biz buna kör bucaq deyirik. Bax, bu alfa var. Bax, 90 dərəcə olan düz bucaqdır. 90-dan bazı bu alfa kiçikdir 90-dan. İti bucaqdır. Alfa əgər böyükdürsə 90-dan, necə yazım? Çünki 180 yazacağam bura. 180-dan kiçikdir. Hə. Alfa əgər 90 dərəcədən böyükdürsə, bax, alfa böyükdür 90 dərəcədən və 180-dan kiçik olmalıdır. Yəni 90 dərəcə ilə 180 dərəcənin arasındadırsa, yəni 90-dan böyükdür, amma 180-dan kiçikdirsə, biz buna deyirik kör bucaq. Məsəl üçün 90 dərəcəli bucaq bu deyildi. 90-dan böyüksə deməli mən bunu aralamalıyam da bir-birindən. Nə qədər aralasam o qədər bucaq 90-dan böyük olur da. Tutaq ki, bax belə. Kör bucaq. Deməli 90 dərəcədən böyük bucaq olur kör bucaq. 90 dilimizə dedik də bu dərəcə nə versəydi məsəl üçün 112 dərəcə 90-dan böyükdür. 91 dərəcə bax kördür. 98 dərəcə kör bucaqdır. Nə bilim 127 dərəcə kördür, 179 dərəcə kördür, amma 180 dərəcə yox. 180 dərəcənin öz adı var, keçsik bura. Kör bucağın da nə olduğunu bildik. Kör bucaq nə idi? 90 dərəcədən böyükdür, amma 180 dərəcədən kiçik olmalıdır. Bəs 180 dərəcə olsa nə olur? 180 dərəcə olsa bax burada açıq bucaq. Qələmi götürün. 180 dərəcə bucaq alfa əgər bərabər olsa 180 dərəcəyə bərabər olsa, onda bu olur açıq bucaq. Açıq bucaqda da bax hər hansı bir bucaq deyil bu. Qolları tutub dartıram, bax belə dartıram, aralayıram. Gəli tap düz xətt kimi olur ha belə. Bu olur açıq bucaq. Yəni bir dənə şəklini çəkim, açıq bucaq gəlir. Bax, normal təpə nöqtəsi var idi, bunlar belə əyri-üyrü olurdular. İndi belə qol tam açılır. Yəni bucaq budur. Tam açılıb da açıq bucaq. Başa düşdünüz, adı üstündə də belə deyirdi. Mən bunu dartıram, açıram, tam açdım, oldu açıq bucaq. Bax bu cür. Bax, həmin qollar açılıb olub açıq bucaq. Açıq bucaqda 180 dərəcə oldu. Və əsas bunu yadda saxlamalısınız. İndi ümumiləşdirim. Düz bucaq 90 dərəcədir, açıq bucaq 180 dərəcədir. Bunlar üçün qəti şəkildə ya 90 ya 180-dir. Amma iti ilə körün qəti bir ədəd deyə bilmirsən. Sadəcə ki 90-dan kiçik olmalıdır iti olması üçün. Kördə 90-dan böyük olmalıdır, amma 180-dan kiçik olmalıdır. Bucaqları bildim. Tam bucaq da ki 360 dərəcədir. Bunun haqqında çox danışmayacağım, yorulmayasınız. Tam bucaq bax budur. Bura 180 deyil. Bunun bu biri tərəfi də var axı. Bu biri tərəfdə 180-dır da. İkisi də 180 birləşir 360 dərəcə. Bax tam bucaq görürsünüz, tam oldu da. Tam fırlatdım bunu. Çox yormayın beyninizi. Buna dedik tam bucaq 360 dərəcə. Bunu silirəm. Deməli, bucaqları da öyrəndik. Bax, düz xəttlərin sayı, şüaların sayı, parçaların sayı, düz xəttlərin sayı yox idi, şüaların və parçaların sayı adlı belə bir sualımız var idi. Bucaqların sayını da bəzən sözdə suallarda soruştururlar. Məsəl üçün bir dənə bucaq çəkəcək, belə içində xəttlər var. Neçə dənə xətt qoyub olsun, qorxusu yoxdur. Deyəcək ki, bunun içindəki A, O, B, hələ bir adlandırmalar, C, D. Bucaqların sayını tapın. Birinci uzun yolla gəlməyəndə, bax, görəsiniz deyə də. A, O, B bucağı, bax bu. A, O, B bucağı. Yazıram bir. Bu 1. A, O, C bucağı, bax, A'dan O'ya, O'dan C'yə. İkinci, bir sayıram. Qısa yol deyəcəm. A, O, D bucağı. Daha burada bucaq işarəsini qoymuram da. Əslində bucaq işarəsi qoymalıyam. Sonra A-la başlayan, sonra B, O, C bucağı. B, O, C. B, O, A-nı üç yazmadı lazım. B, O, A, A, O, B. Bax, buraya eyni şeydir də. Üstəlik qaydım, bu üzə geçəcəm. Sonra B, O, D bucağı. Sonra B ilə qutardıq da C, O, D bucağı. Uzun uzadı belə gəlsə. Nəsə nə oldu? 1, 2, 3, 4, 5, 6. Amma qısa nədir? Daha uzatmayacağım. Qısa həllini deyirəm, düsturu. Bayaq parçaların sayını tapan nə düşdü düsturu? N vurulsun, N çıx 1 bölü 2. Eyni düstur burada işlənir. Burada xəttlərin sayını tap. Bax 1 xətt, 2 xətt, 3 xətt, 4 xətt. N-in yerinə o 4-ü qoysan. 4 vur, 4-dən bir daha az. Yəni 4 çıx 1, 3 bölü 2. Neçə eləyir? 6. Burada cavab elə 1, 2, 3, 4, 5, 6 alınmışdı da.
Yəni özün bilici uzun yolunu göstərdim. Görəsiniz ki, bu iki altdan buzaq hansıdır. Özünüz də təyin edə bilərsiniz. Deməli, parçaların sayını tapmaq üçün də bu düsturdan istifadə edirik. Parçaların sayını. Bucaqların sayını tapmaq üçün də bu düsturdan istifadə edirik. Amma məntiqini də bilin, boş-boşuna yalandan əzbərləməyin. Bucaqların sayıyla işimiz bitdi. İndi keçirik düz xəttlərin paralelliyi və kəsişməsi. Hər hansı iki düz xətt çəkilirsə, fikir verin, iki dənə düz xətt çəkmişəm. Düz xətt sonsuza qədər uzanır axı. Və bu düz xəttlər nə qədər uzanırlar, uzansınlar, ikisinin də istiqaməti eynidirsə və nə qədər uzadırıq, uzadaq, bunlar heç vaxt kəsişməyəcək. Baxan kimi görürük axı, düz geririk sizə. Nə qədər uzadıram, olsa düz xətt sonsuza kimi gedir. Bunlar bir-birinə deyinirsə, kəsişmirsə, yəni gelib bir-birinə toxunmur da, kəsişmir, bir-birini kəsmirsə. Bunlara deyirik biz paralel düz xəttlər. Bu paralel, hələ ki qalsın. Biz kəsişən düz xəttlərdir, təbii ki, adı üstündə kəsişirlər. Amma bax, bunlar qarşıdırması üçün sizə bir şəkil verib bir dənə belə, bir dənə belə. Kesirlər bir-birini. Deyirsiniz, yox, bunlar kesmir bir-birini, bunlar kəsişmirlər. Səhv deyirsiniz. Əgər bunlar buna düz xətt deyiblərsə, bunlar kəsişir. Hardan bilir lazım? Çünki burada bax, bu üzə gedir, bu o üzə gedmir. Yəni, eyni istiqamət deyil. Görək, bu da onun kimi eyni istiqamətə gedərdi. Eyni istiqamət deyilsə, mən bunu sonsuza qədər uzadanda, bu da uzanır axı. Gedirlər, harcı bir yerdə kəsirlər. Və ya bir dənə xətt çəkirəm, bir damcı əyri edirəm, amma bir damcı əyri edirəm. Düz xətt. Bax, belə baxanda Allah bilir harcı kəsir. Amma biz görürük ki, yolları eyni deyil. Yəni, eyni istiqamətdir. Belə gedəndə paralel olurlar. Biri belə gedir, bir damcı belə əyri gedirsə, harcı gedə, bəlkə də lövhəyə yerləşməyəcək, harcı gedə o kəsişəcək. Paralelliyi nə olur? İkisinin istiqaməti eyni olur. İstiqamətlər eyni deyilsə, deməli bu düz xəttlər hardasa kəsişirlər. İndi kəsişən düz xəttləri açıq-aşkar çəkək. Tutaq ki, bir dənə belə düz xətt çəkdim, bir dənə belə düz xətt çəkdim. Bax, fikir verin, bir-birini kəsdilər. Deməli, iki düz xətt kəsişirsə, ya paraleldirlər, ya kəsişirlər. Paralel onu bildiniz, kəsişirsə, onlar bir nöqtədə kəsişirlər. Yəni, iki dənə düz xətt, iki-üç dənə nöqtədə kəsişə bilməz. Mümkün deyil axı. İki dənə düz xətt kəsişirsə, necə qoyursan qoy, gəl iki dənə düz xətt. Necə qoyuram qoyun. Bunların bir dənə nöqtədə kəsişirlər. Bu fırlanıb gəlib tezdən ona kəsişə bilməz axı ikinci dəfə. Hələ düz xətt var, gedir quru-quru. Adı üstə düz xəttdir də. Ona görə düz xəttlər ya paraleldir, kəsişirlərsə bir ortaq nöqtələri var. Yəni bir nöqtədə kəsişirlər. İki düz xətt kəsişəndə burada görürsünüz bucaqlar yanır. Bir dənə burada bucaq yanır, bir dənə burada, bax göstərim sizə. Bir dənə burada, bir dənə burada. Düzdür? Bu bucaqlar hamısı birlikdə 360 dərəcə olacaq o öz yerində. Çünki tam bucaqda fikir verin, mən bunu belə eləsəm, bütün bucaqlar 360 dərəcə olur. Və ya heç elə baxmayın. Bura baxın ancaq. Bura nədir? Düz xətt yaranmayıb. Düz xətt yanında açıq bucaq deyil. Bura açıq bucaqdır. İkisi bir yerdə açıq bucaq. Yəni bu ikisi bir yerdə 180 dərəcədir. Bu ikisi bu xəttdən aşağı baxın. Bu ikisi bir yerdə 180 dərəcədir. 180 dərəcə deməli hamısı birlikdə 360 olmalıdır o öz yerində. Amma hərəsini necə bilmirəm. Amma bunu bilin. Bunlardan hər hansı birisini bizə verdilər. Tutaq ki, deyirlər bura 40 dərəcədir. Bax bu bucaq. Bax bu bucaq deyir ki 40 dərəcədir. İndi biz bunlara əsasən birinci qonşu bucağı öyrənəcəyik, sonra qarşılıqlı bucağı, ikisi də asandır. Qonşu bucaq nədir? Adı üstündə də qonşu. Qonşu nədir? Bax indi mən evdəyəm, divarımız var, düzdür? Qonşu deyəndə bunlar biraz yaxındakına qonşu demirlər. Düz divar qonşu deyirlər qonşu. Divar qonşusundan danışırlar. Yəni ki, bax bu bucaq var, 40 dərəcəli bucaq. Bunun divarları, xəttləri nədir? Bax bir tərəfi budur, görürsən? Bir tərəfi budur, 40 dərəcəli bucağında, düzdür? Qolları budur. Bunun bax bu divarı ki yoxdur. Bu divardan o üzdə qonşusu var, bəli bax. Bu divardan, bax bu divardan. O tərəfdə onun bir dənə qonşusu var, bu bucaqdır. Bax bu divardan o üzkəsində bu bucaq yaranır. Və bunlar ikisi bir yerdə açıq bucaq əmələ gətirir. Yəni 180 dərəcədirlər. Onda buradan da qaydam çıxır ki, iki nəfər qonşudurlarsa, onlar ikisinin cəmi 180 olmalıdır. Qonşu bucaqların qaydası var, burada əmələ gəlir. Qonşu bucaqlar nədir? Divarları eyni olmalıdır. Yəni tərəfləri mən lol edirəm. Divarları eyni olmalıdır, mütləq şəkildə. Hər hansısa bir ortaq divarları olmalıdır, ortaq xəttləri olmalıdır, ortaq tərəfləri olmalıdır. Divar demək adınızda qalsın. Və ortaq divar tapmışamsa, bu tərəfdə görən bucaq var, deyirəm bunlar qonşudurlar. Qonşudurlarsa qonşu bucaqların cəmi 180 dərəcə olmalıdır. Niyəsini də bildirir. Çünki bunlar qonşudurlarsa düz xətt əmələ gəlir ümumilikdə. Və açıq bucaq. Açıq bucaqsa bu ikisi bir yerdə 180-dır mənə verməlidir. Onda bura 40-sa, 43 neçə gəlsin 180-dir? Bura 140-dır. Artıq mən buradan öyrəndim qonşu bucaq nədir? Və qonşu bucağın xassisi nə idi? Qonşu bucaqların cəmi, yəni qonşu bucaqlar toplananda 180 eləməlidir. Bəs bunun başqa qonşusu var bu 40 dərəcə. Bəli, bunun bir divar burada idi, bir divar da bax burada. Bu divardan o üz keçir. Amma görürəm burada bir dənə bucaq var. Amma bu bucaq da bunun qonşusu. Çünki divarından o üzdədir.
Onda eyni məntiqlə bu 40-sa bu nəsə olacaq? 140 dərəcə olacaq. Bəs bu 140 dərəcəli buzaq var, bax bu. Bax bu 140 dərəcəli buzaq budur, qolları budur 140 dərəcənin. Bunun qonşusu var, bəli. Bu tərəfdə onsuz qonşudular buna. Bu divardan da o üzə keçəndə burada da onun qonşusu var. 40 dərəcə. Yəni qonşudurlarsa artıq cəmi 180 olmalıdır. Deməli, qonşu buzaq nə idi? Divarımız, ən azından bir divarımız ortaq olmalıdır. Ortaq. Divar qonşusu baxın biz. Və qonşu olduğunu təyin edəndən sonra bir dənə qayda var. Qonşu buzaqların cəmi 180 dərəcə olmalıdır. Vəssalam. Yaxşı, bunu da bildik Rasim. Biz qarşılıqlı buzaqlar. Qarşılıqlı buzaqlar üçün heç çox danışmayacaq. Bax, tutaq ki, bu 40 dərəcəli buzaq deyil. Bunun qonşusu nədir? Deyirsən ki, bu divardan bu üzdəki onun qonşusudur. Deyirəm, ay sonra. Bu divardan bu üzdəki onun qonşusudur. Ay sonra, nə qaldı ki? Özü, qonşuları. Onda bu da onun nə idi? Qarşılıqlı buzaqdır. Bax, bu buzaq. Bax, bu buzaq. Bax, bu. Çünki bu divarın bu üzündə bir qonşusu var. Bu divarın bu üzündə bir qonşusu var. Artıq üzbə özündə var, qarşılıqlı buzaqdır. Başa düşdünüz? Yəni, qonşu deyilsə, qarşılıqlıdırlar bunlar. İki düz xət kesişibsə, bir buzağın qonşuları rahat təyin edə bilirəm. Şəkil üzərindən deyirəm. Düzdürmü? O 4 dənə buzaq yəni. Biri mənəm, 2 dənə qonşum var, 3 olduq. 4-cü deməli mənim qarşılıqlı buzaqdır. Ən azından bu cür təyin edirsiniz ki, məntiqini də deyirəm qarşılıqlı buzaqların. Qonşu buzaqlarda ortaq divarları olurdu. Qarşılıqlı buzaqlarda isə bax bunun tərəfləri ki yoxdur. Bunun tərəflərinin uzantısından əmələ gəlir digər buzaqlar. Bunun bir tərəfi bu deyildi. Bax bunu uzadıblar, gəlib bura. Bu tərəfi ki yox idi, bax bu 40 dərəcənin bu tərəfi. Bax bunu da uzadıblar bu tərəfə, gəlib bura. Yəni bunun uzantılarıdır bax. Bunun uzantılarına yaranan buzaq nə olur? Ondan qarşılıqlı buzaq olur. Qarşılıqlı buzaqlar da buradan bax bir-birinə bərabər olur. Bax, tutaq ki bu 140 dərəcə. 140 dərəcənin qonşusu budur, divar qonşusu. Digər divar qonşusu budur. Onda bu nədir ondan? Qarşılıqlıdır. Görsən bərabərdir. 40 ilə 40 qarşılıqlıdır, 140 ilə 140 qarşılıqlıdır. Və bu iki şeydən iki qayda çıxartdıq. İki danışdığımız şəkildən. 1. Qonşu bucaqlısa divarları eyni olmalıdır. Və qonşu bucaqların cəmi 180 dərəcə olur. Qarşılıqlı bucaqlısa qarşılıqlı bucaqlar bax 40 ilə 40, 140 ilə 140 bir-birinə mütləq şəkildə bərabər olur. Qonşu bucaqların cəmi 180 dərəcədir. Qarşılıqlı bucaqların cəmi söhbət yoxdur. Qarşılıqlı bucaqlar 100% bir-birinə bərabərdir. Biri 50 dərəcəsə ona qarşılıqlı bucaq o da 50 dərəcədir. 80-dırsa qarşılıqlı bucaq o da 80-dır. Amma biri 70-dirsə qonşusu 110 olur. Çünki qonşu ilə bu cəmi ikisi birə toplayanda qonşu ilə bunu 180-də tamamlamalıdır. Məntiqini göstərmişdim. Vəssalam. Vəssalam. Bir də bu əlavə məlumat da deyim. İki düz xətin kesişməsindən danışmışdıq ha. Dedik belə kesişir ha. Düzdür. İki düz xət əgər kesişirsə düz bucaq altında görürsünüz bax düz bucaq. Yəni düz bucaq. Buna bəzən düz bucaq altı kesişir deyirlər ki, perpendikulyardır. İki düz xət düz bucaq altında kesişirsə, iki düz xət bir-birinə perpendikulyardır deyilir. Deməli perpendikulyarlıq nədir? İki düz xəttin 90 dərəcəli bucaq altında, yəni düz bucaq altında kesişməsinə perpendikulyarlıq deyilir. Yəni perpendikulyar sözü görəndə çaşıb qalmış, perpendikulyar nəsə xüsusi bir termindir. Yox. Öyrəndiyin düz bucaqda prosta onun xüsusi ad qoyurlar, perpendikulyar deyirlər. Uzun bir ad qoyurlar. Yaxşı, iki düz xət normal kesişirsə, hələ normal kesişir deyirik. Düz bucaq altı kesişirsə, yenə bu kesişir, yəni kesişir deyə bilərsən. Amma birisi səni çaşdırmaq üçün və ya sənə belə özünü ağıllı göstərmək üçün və ya şərtli sən özünü təyin edəsən deyə deyə bilər ki, demir ki, düz xət 90 dərəcə bucaq altı kesişir. Deyir ki, iki düz xət perpendikulyardır. Sənsə ki, perpendikulyar mən bilirəm, 90 dərəcə bucaq altı kesişir də, bax budur. Bəs perpendikulyar olanda burada 90 olur, qonşusu da 90'dır. Çünki 90-90 olan 180'dir. Bunun da qonşusu 90'dır, bunun da qonşusu 90'dır. Çünki 90-90, 180, 90. Yəni perpendikulyar kesişəndə bütün bucaqlar bir-birinə bərabər olur. Xüsusi bir hal olduğu üçün buna perpendikulyarlıq deyirlər. Vəssalam. Bunu bağlayıram, keçirəm artıq suallarımıza. Suallarımız bizim üçün olsa heç nə olacaq. Başladım birinci sualdan. Şua üzərində A, B, C, D, Y və F nöqtələri qeyd olunmuşdur. Alınan şuaların sayını tapın. Ne demişdim? Şua üzərində olanda hələ neçə dənə nöqtə varsa o qədər şua yaranır. 1, 2, 3, 4, 5, 6 dənə nöqtə var. Deməli şualarımın sayı da 6 dənədir. 1 oldu B bəndi. Bunu mövzu izahında ətraflı danışmışdıq. Belə də baxa bilərsən də A nöqtəsində bir dənə şua çıxır, sağa gedir. Sol tərəfdə heç nə yoxdur çünki. B'dən sonsuzluğa gedir, ikinci şua. C'dən bir dənə şua, D'dən bir dənə şua, Y'dən bir dənə şua, F'dən bir dənə şua. Sol tərəfi şua alınmır çünki A'da gəlib dirənir. Çünki bu şua üzərindədir. Burada başlanğıc var, sonu yoxdur. Yəni mən başlanğıc tərəfə qayıtsam dirənəcək. Çünki orada başlanğıc var. Yəni F'dən bu üzə gəlsəm, F'dən ayrı çıxanda parça yaranır. Şua yaranmır. Onun gələsindən bir çıxırdı. Ona görə də
şua üzərində olanda nə deyirdim? Neçə dənə nöqtə varsa, hələ o qədər də şua yaranır. Amma düz xətt üzərində olanda 2-yə vururduq. Burada düz xətt üzərində deyim. Nöqtələr qeyd olmuş, alınan şuaların sayını tapın. Daha uzatmıram. 1, 2, 3, 4, 5, 6, 7 dənə nöqtə varsa, hər nöqtə 2 dənə şua çıxır axı. 2 vur n düsturu var. Yəni 2 vur 7. Nöqtələrin sayı neçə edir? 14. İkinci testin cavabı da oldu. C bəndi. Silirəm, bunu da keçirik 3-cü sualımıza. Düz xətt üzərində A, B, C, D, Y və F nöqtələri qeyd olunmuşdur. Alınan parçaların sayı. Parçaların sayı üçün ne demiştim? 1, 2, 3, 4, 5, 6 tane nokta varsa ne demiştim? Düsturumuz parçaların sayı tapmaq üçün n vur n çıx 1 böl 2 idi. Parçaların sayını tapmaq üçün də bu üsuldan istifadə edik. Bucaqlar vermişdik. Bəli göstərmişdim. Sayını tapmaq üçün də bu üsuldan istifadə edik. Burada n budur da sayılar 1, 2, 3, 4, 5, 6. Yəni 6 n yerine 6 vurulsun. 6'dan birdən az. Yəni 6 çıx 1 5 böl 2. Neçə edir? 15. 15 hardadır? A bəndində. Üçüncü testdən də işimiz bitdi. Keçdik dördüncü sualımıza. Deyir, AB parçası daxilində əlavə olaraq 8 nöqtə qeyd olundu. Cəmi neçə parça oldu? Bax, çaşmayın da. Mən demişəm, axı, nöqtələrin sayı nedirsə vururuq. N vur n çıx 1 böl 2-dən istifadə edirik də. Parçaların sayını tapmaqda. Siz nə barədə çaşıb belə yoxsa? 8 nöqtə deyib, Rasim. 8'i vuram 7'ye bölürəm 2'ye. Edir 28 gələm C bəndi götürəm. Səhv edirsən. Niyə səhv edir? Sən diqqətli oxumursan bax. AB parçası daxilində əlavə olaraq 8 nöqtə qeyd olunub. Yəni AB parçası var. Bu A ilə B-dən əlavə burada 8 dənə nöqtə var. Neçə dənə nöqtə var? Burada 8 dənə nöqtə deyil. A ilə B-də var axı 10 nöqtə var burada. Çaşma. Düsturun düzdür, amma səhv tətbiq edir. Gətirib 8'i qoydun N yerində. N yerində 10 olmalıdır. Yəni 10 vur. 10 n yerine 10 qoydu. 10 vur 9 böl 2 neçə edir? 45. Bax, sən gedib Y bəndini götürməliydin. Diqqətli oxu, xırda səhvlər eləmə. Dördüncü testin cavabı oldu Y. Silirəm, bunu da keçirik 5'ə. AB parçası daxilində, bax, yenə deyim, əlavə olaraq, bax, əlavə olaraq, yəni A ilə B-dən başqa əlavə olaraq 6 nöqtə var. Yəni A, B parçası var. Bundan əlavə olaraq burada 1, 2, 3, 4, 5, 6 nöqtə var. 6 bu, A 7, B 8. Mümkün 8 nöqtə var da. İndi, deyirsən ki, hə, artıq bildim, səhv eləməyəcəm. 6 dənə nöqtə içində var, 2 dənə burada 8, Rasim 8'i vuracağım. Yəni n vur n çıx 1 böl 2 üstündə istifadə edirəm də. 8'i vuracağım 7'yə, özündən bir dənə aza böləcəm 2'yə. Cavab 28, qaçdım, götürdüm 28, səhv etsən yenə. Ana, səhv elədim. Bura kimi düz gəlmişsən. Amma sola diqqətli ol da. Neçə əlavə parça yarandı? Əlavə parça. Yəni AB parçası onsuz da var idi. Mən tapdım ki, burada 28 parça yaranır. Amma o 28'lerin içində AB özü də daxilində, başa düşdünüz? Belə sayılır axı əslində. Bax, onu izahlı göstərmişdim. Belə deyirəm, A'dan filan parça, AB parçası, o keçirdim belə. O 28'lerin içində bu AB də var da. Məndən əlavə parça soruşursa, deyir, AB-nin özünü saymam. Ona görə 28'dən biri çıxıram, o birdən AB-nin özüdür. Deyirəm, 27'dən əlavə parça yandı. AB onsuz da var idi. O da sən 6 nöqtə qeyd elədin, oldu 8 nöqtə. 8'ə əsasən görürük ki, 28 parça yaranır AB-də daxil olmaqla. Amma mənə əlavə neçə parça yarandı soruşur. 28'dən biri çıxıram, deyirəm 27. Yəni bir dənə olsa da var idi. O 28 oldular. O bir dənə çıxıram, 27'də artım olub. Yəni 27'dən əlavə parça yaranıb. 5-ci testin cavabı da olur Y bəndi. Silirəm bunu da. Bax, gəldik yəni n vur n çıx 1 böl 2 düsturuna. Bu dəfə bucaqlar üçün. Bucaqlarda və parçaların düsturundan istifadə edirik. Şəkildə yarım müstəvidə neçə bucaq var? Xəttlər sayında 1 xət, 2 xət, 3 xət, 4, 5, 6, 7, 8. Nə edirdim? N vur n çıx 1 böl 2. 8 vur 8'dən birdən az böl 2. Neçə edir? 28 hardadır? C bəndində. 6-cı test oldu C bəndi. Silirəm bunu da keçirik 7'yə. Düz bucağın 3'də 2 hissəsi, düz bucağın neçə dərəcə kiçik? Düz bucaq neçə dərəcə olur? 90 dərəcə. Düz bucaq budur. Bunun 3'də 2 hissəsi, 90 dərəcədən 3'də 2 hissəsi tapmaq üçün nə edirdik? Ədədi hissəsi tapmaq üçün ədədi hissə göstərən kəsi mərkəzinə bölüb sürətinə vururuq. 3'ə bölürəm, 2'yə vururam. 90 bölüsü 30, 32'yə vururam da 60 dərəcə. Düz bucağın budur, 3'də 2 hissəsi budur. Deyir ki, düz bucağın 3'də 2 hissəsi düz bucağın neçə dərəcə kiçikdir? Yəni bu 60 dərəcə, 3'də 2 hissəsi budur da. Düz bucağın üzrə 90 neçə dərəcə kiçikdir? 90'dan çıxıram 60, görürəm ki 30 dərəcə kiçikdir. Bu 60, 90'dan 30 dərəcə kiçikdir. Yəni 7-ci testin cavabı da olur A bəndi. Silirəm bunu da keçirik 8'ə. Çox getdim. Yox. 8. Şəkildə neçə parça var?
Su kimi bir üstünə düşsün, neydi parçaların sayını tapmaq üçün? N vur, N çıx 1 böl 2. Fikir ver. Burada bir dənə xət. Neçə dənə xət var ümumiyyətlə? 1, 2, 3, 4, 5. Yəni 5 dənə parça var. Fikir verirsiniz 5 dənə. Bunu yadda saxlayın, silirəm onu. 5 dənə parça var. Və sən də desən ki, mən bunu bilirəm də, bir düz xətt üzərində, bir parça üzərində 4 dənə nöqtə varsa 10 saniyə tapıram. Tap da deyirəm sən. Bir parça üzərində neçə dənə nöqtə var? 4 dənə. Düzdür? Bax, bir parçanın üzərində bir xəttə baxıram. Bax buna. 1, 2, 3, 4 dənə nöqtə var. Onda 4-ü vururam, 3-ə bölürəm 2-yə. 6 parça. Deməli, bundan 6 parça yaranır da, düzdür? Bax, saydım, bax, belə getmə 1, 2, 3, 4, 5. Bu 5-lərin 5-i də, bunu silim tezdən. Bu 5-lərin 5-i də eyni məntiqli formada deyil. Bax, bir dənə xətt, 4 dənə nöqtə. Bax, buna bax, buna bax. Bir dənə parça, 1, 2, 3, 4 dənə nöqtə. Bir dənə parça, 1, 2, 3, 4 dənə nöqtə. Hamısı eyni formadadır da. Sən də tapmışsın ki, bir parçada 6 parça yaranır. 4 3 bölü 2 əsasən. 5 də bunun kimi xətt var. Onda 5-i 6-ya vuracağam. Cavab olur 30. Ümumi parçaların sayı 30 oldu. Yəni 8-ci testin cavabı oldu Y. 9-u nə deyir? 45 dərəcəlik bucaq açıq bucağın hansı hissəsini təşkil edir? Açıq bucaq neçə dərəcə olurdu? 180 dərəcə idi. Bunu öyrənmişik. 45 180-ın bax açıq bucağın hansı hissəsini təşkil edir? Yəni ki, şəkilçisi olan gelirdi məxrəcə, 180 getdi məxrəcə, 180-ın. 45 gelirdi yuxarı. 45-i ixtisar gelirlər. 45 bölü 45 1, 180 bölü 45 4. 4də 1 hissəsi deməli. 9-cu testin cavabı da oldu C. Silək bunu. Keçək 10-a. Açıq bucağın 4də 1 hissəsi neçə dərəcədir? Açıq bucaq neçə dərəcə idi? Qol tam açır deyə belə 180 dərəcə düz xətt kimi. Bunun 4də 1 hissəsi lazımdır mənə. 50 hissəsini tapmaq üçün hissə göstərən kəsin məxrəcinə bölüb sürətini vurulur. Yəni 180-i 4-ə bölüb 1-ə vurub neçə edir? 45 dərəcə. Hardadır? C bəndində. 10-cu testin cavabı da oldu C. Silək bunu da keçək 11-ə. Açıq bucağın 5də 2 hissəsi, tələsməyək. Açıq bucağın 5də 2 hissəsi deyəm. Açıq bucaq 180-dir də. 180 dərəcənin 5də 2 hissəsini tapmaq üçün 5-ə bölüb 2-yə vurmaq lazımdır. Bölürəm 5-ə, vururam 2-yə. Neçə edir? 36, 180-də 5-ə bölüb 2-yə də vuranda 72. Açıq bucağın 5də 2 hissəsi bax budur 72 dərəcə. Düz bucağın 3də 1 hissəsindən. Düz bucaq 90 dərəcə idi də. Onun da 3də 1 hissəsi tapmaq üçün 90-ı 3-ə bölüb 1-ə vururuq. Neçə edir? 30. Hə, açıq bucağın 5də 2 hissəsi, yəni bu 72 dərəcə. Düz bucağın 3də 1 hissəsindən, yəni 30 dərəcədən neçə dərəcə böyüdü? 72 30-dan nə qədər böyüdü? 72-dən çıxıram 30-u. Görürəm ki, 42 dərəcə böyükdür. 42 hanı? D bəndi. 11-ci testin cavabı da olur. D bəndi. Sonunda deməyib, yox. Keçdik 12, 13. Bununla da ilkin anlayışlar bitir. Sonra keçdik üst bucaqlara. Növbəti videoda üst bucağın mövzu izahını və testlərini işləyəcək. Qorxmayın. O da bunun kimi asan olacaq. Düzgün öyrənsək, düzgün dinləsək, hər şey məntiqini tutsaq, bəzi yerlərdə yeri gəlsə əzbərləsək, misallar, məsələlər işləyərək, biraz da praktik biliyimizi sürətləndirsək, heç bir mövzu düzgün çətin olmayacaq. 12. Deyək, uzunluğu 24 sm olan parça 4 bərabər hissəyə bölünüb. Təsəvvür bir dənə parça var. Bunun uzunluğu 24 cm-dir. Ümumilikdə 24 bütün. Deyək ki, 4 bərabər hissəyə bölünüb. 4 bərabər hissəyə bölünüb. Bax. 1, 2, 3, 4. Bax 1, 2, 3, 4 də hissəyə bölünüb. Onu 24 4-ə böləndə burada neçə olur? 6, burada 6, burada 6, burada 6. 4 bərabər hissə deyil. Yəni 24-ü 4-ə böldüm. 6, 6, 6. Hamısı bir yerdə 24 edir. Birinci və dördüncü hissələrin orta nöqtə arasındakı məsafəni tapın. Birinci hissə ortası buradadır. Yəni buradan bura 3-dür, buradan bura 3-dür də, düzdür. Bax buradan bura 3-dür. Dördüncü hissədik belə. 1, 2, 3. Dördüncü hissə də budur. Dördüncü hissənin ortası buradır. Buradan bura 3-dür, buradan burada 3-dür. Düzdür? Əsas mənə bu lazımdır. Mənə deyir ki, birinci və dördüncü hissələr orta nöqtə arasındakı məsafəni tapın. Birincinin ortası budur, dördüncünün ortası budur. Bax bu məsafəni soruşur məndən. Yəni buradan bura qədər. Buradan bura kimi 3-dür, buradan bura 6, 9, bu da 6, 15, bu da 3, 18. Məsələn, buradan bu neçə oldu? 18 də. Şəkillə rahat şəkildə təyin edə bilərsiniz. Təbii ki, buradan qısa yollar da çıxarış eləmək olar, amma hələ ki, istəyirəm məntiqlə tam tutasınız. Yeri gəldi gələcəkdə biraz daha çətin suallar versələr, onda məntiqini çıxartacağım düşünürsünüz. Hələ ki, beyni işlədik. Məntiqini çıxartacağım dedim, əslində indi məntiqi deyə qısa yol çıxartacağım. Onu demək istədim. Uzunluğu 60 cm olan parça bayaq kimi 12 bərabər hissəyə bölünür. Bax, bir dənə parçam var ki, uzunluğu 60 cm. 12 bərabər hissə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Çox oldu. Bir dəqiqə. Burada geri vermək olmur, hə? 10 daha xət qoymuşdum. Bu da belə.
Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Şəkili çəkmək vacib deyil. Sadəcə çəkirəm ki, görəsiniz. Bir uzunluğu 60 olan parça 12 bərabər hissəyə bölünür. Yəni 60-ı 12-yə bölən bunlar hər biri 5-dir. Düzdür? 12 dənə bərabər hissə varsa hər biri 5-dir. Ki 5 dənə 12, 12 dənə 5 60-dır. Burada 5-dir. Burada var. Deyir ki, 3-cü və 10-cu hissənin orta arasındakı məsafəni tapın. 3-cü hissəsində 1, 2, 3. 3-cü hissənin ortası bax buradır. Bura 2,5-dir. Burada 2,5-dir. Bax bura. Bax bura Hinddən qaralıyım. 3 dənə neçə? 10. Bax 1, 2, 3 bu idi. 4, 5, 6, 7, 8, 9, 10. 10'un da ortası buradır. Bu tərəf 2,5-dir. Bu tərəf 2,5-dir. Bax bura. Buradan bura. Hə, mənə bu nöqtə ilə bu nöqtə arasındakı məsafəni soruşub da, ortalıqlar arasındakı məsafə var. Birisinin ortası buradır, birisinin ortası buradır. Bütöv buradan bura qədər məsafəni. Buradan bura olsa 2,5-dir. Bu neçədir? 5. Bu ələm qalsın. Bura 10. Buradan bura 15, 20, 25, 30. Düzdürmü? Bax buradan bura. 2,5'ləri də ayrıca saysan 30 üstəyə 2,5, üstəyə 2,5 neçə edir? 35. Sualımın cavabı C bəndi. Hə, indi qısa yolu deyəcəm. Əsas gör mövzu istəyirdim. Bu neçə idi? 13 C bəndi. Hə, qısa yol nədir? Qısa yol bunun budur ki, heç şəkili çəkməyə ehtiyac yoxdur. Amma şəkili birinci çəkmək lazımdır. Məntiqini başa düşürsünüz, sonra mən sizə qısa yol deyim də. Bax, uzunluğu 60 sm olan parça 12 bərabər hissəyə bölünür demir bizə. Siz 60-ı 12-yə bölürsünüz. Bilirsiniz ki, hər hissə 5 sm-dir. Şəkil çəkmədən. 3-cü və 10-cu hissə demir. Hansı hissələr demir? Ondan 3 çıxıram 7. Yəni 7 dənə hissə var. Hərəsi də 5 sm-dən 7-ni 5-ə vuram 35. Bax, icabı çıxdıq. Şəkilsiz. Bax, gələm bura. Bayaq ki, də var, şəkilsiz edirəm indi. 24, 4. 4 deyir, birinci bu 4-ə bölsə edir 6. Son nələr arasında desə onlar bir-birinə çıxıb 6-ya vursam. Birinci və 4-cü deməyib, 4-dən biri çıxıram. Cavab alınır 3, birinci və 4-cü deyib də. Bu 3-ü də vururam həmin 6-ya. Cavab olur 18. Yəni 18-dan Y bəndi. Bayaqlarda tapmışdım 12-ci cavabını. Sadəcə göstərdim ki, birinci şəkillərlə göstərim. Tam orada baş verdiğini görəsiniz. Ondan sonra qısa yol çıxarış edə bilərsiniz özünüzlə. Və salam. İlkin anlayışlarla işimiz bitdi. Növbəti videoda üçbucaqlar da çox asan olacaq. Çox rahat şəkildə növbəti videoya da baxarsınız. Üçbucaqların da mövzu izahını verəcəyik. Səbirlə baxarsınız. Mövzu izahını yeri gəlsə lap geri verin, bir də baxın, tam baxın. Hər şey birinci mövzu izahını tam dərk etməyə çalışın. Qeydlər aparın. Bəzi yadınızda qalan düsturları əzbərləyin, məntiqini tutmağa çalışın. Ondan sonra tapşırığa keçin. Onun üstə xoş gələcək. Amma mövzu izahını yanından baxım, sonra gedim test izahına baxdığınızda gedim Rasim demişdi tezə. Yox, hələ sən birinci mövzu izahını tam dərk etməyə çalış. Son testləri də hər hansını bir yerdə işləyəndə özünün daha tez yadına düşsün. Yaxşı, test izahını başa düşərəm. Hə, test izahını adam biraz da yaxşı başa düşür. O öz yerində. Amma sən yenə də mövzu izahını yalandan izləmə də. İzlə, dərk eləməyə çalış və bəzi yanında qalmayan məqamları əzbərlə yeri gələndə. Mən deyəm, əzbərə qarşıyam. Əzbər necə qarşıyam? Hər şey əzbərləməyə qarşıyam da. Bəzən adam əzbərli elə şeylər var ki, əzbərliysən. O başqa məsələdir. Məntiqini də bilsən, amma əzbərliysən də ki, işin daha rahat olsun, daha sürətli olasan. Məntiqini bilməsən belə, o deməkdir, biz kimsə məntiqini tutmursa, onu mən heç nə öyrənməm. Elə şey də olmaz. Məntiqini tutmursa, heç olmasa əzbərlə də bəzi şeylər əzbərlə. Amma sən yenə məntiq tutmağa çalış. Əzbərə qaçma. Tuta bilsən, lap yaxşı. Onu tuta bilsən də əzbərləyəcəksən. Tuta bilməsən də əzbərləyəcəksən. Yəni burada belə bir şey yoxdur. Ya mən deyirəm əzbərə qarşıyam ki, amma məntiqini tutmadım, əzbərləmirəm. Yoxdur. Sən məntiqini tuta bilmirsənsə, canın sağ olsun, əzbərlərək ki, mən bu arada dəfələrlə danışıram ki, hələ şey olur ki, uşaqda mənim mövzuda hələ mövzu olub ki, məntiqini tuta bilməmişəm həmin vaxtda, amma ən azından düsturunu əzbərləmişəm. Dəstə axı bu. Get-gedə sonra açılışmışam, o məntiqi tutmuşam. Amma mən yenə də ən azından düsturla, məsəl üçün də o mövzunu başqa uşaqlar, yaxşı bilən uşaqlar tutaq ki də 30 testin 30'unu edilsə, biz vaxt test verdi. 30 tapşırığın 30'unu da rahat edilsə, mən heç olmasa o əzbərimlə məntiqi tutmamışam, amma əzbər nəzərlə başıma yol verirəm, 20'sini 25'ini edirdim də. Yəni dərsi boş buraxmırdım. Amma yenə də maraqlandım. Görürsən bu nəsə verdim, mən hələ də çatmır. Kimsə izah ver. Biz fəza fıqlarında olmuşdu məndə uşaqlıqda. Təsəvvür edə bilmirdim mən onu. Yəni fəza fıqlarında bizim vaxtımızda şey zad da yox idi də belə indi elektron lövhədə göstərə bilirsən yuxarısı, aşağısı. Mən uşaq ağlımla onu təsəvvür edə bilmirdim ki, bu necə yəni öyrəşmişəm adi üçbucağı zaten fəza fıqlarına gəlib çatanda özünüz də görəcəksiniz. Çətin bir şey deyil, siz böyüksünüz, rahat dərk edəcəksiniz. İndiki zamanda həm də görürsünüz, daha çox görürsünüz, qabağınıza çıxır. Belə, yəni sözümün canı, məntiqlə öyrənmək ən gözəldir. Amma bir şeyin məntiqini tuta bilməmək həvəsdən düşməyə sənə səbəb vermir. Və ya məntiq tutmamışam, bu məntiq deyil. Yox, məntiqlə öyrənməyə çalış, beyni işlə.
Məntiqi tutsan belə sən bəzi qaydaları əzbərləməlisən. Məntiqi tutmasan belə sən yenə də əzbərləyib cəhd eləməlisən. Belə sağollaşıram. Bu videoluk bu qədər. Diqqətinizə görə çox sağ olun.